Salamlar. Deməli, bugün sizə indikatorlar haqqında biraz məlumat verəcəm. Tuş əsas mühiti müəyyənləşdirən indikatorlar haqqında danışacağam. Əslində indikatorlarda var ki, oksidləşdirici, reduksiya edici təsirindən rəngini dəyişir. Eləsi də var ki, deməli, hansı müəyyən bir ionların təsirindən rənglərini dəyişir. Məsələn, ən sadəsi deyək ki, yodun nişastanın təsirindən, əgər məhlulda yod varsa, nişasta göy rəngdə olur. Deməli, və indi başlayaq. 3 dənə burada turşu əsası indikator görürük. Bromkrizol green, bu bromtimol blue, bu isə fenolftalin. Adından da bəllidir ki, biri yaşıl rəngdədir, biri göy rəngdədir. Fenolftalin isə neytral mühitdə heç bir rəngdə deyil, yəni şəffafdır. Deməli, bunlar müəyyən bir mühitdə, tuş mühitdə və ya əsas mühitdə rəngləri müxtəlif olur. İndi baxın, bura mən mayelər tökmüşəm. Bunlar əsaslardır, bunlar turşulardır, bu isə sulardır. Arxada 3 dənə. Amma bunların gördüyünüz kimi hamısının rəngi şəffafdır. Və başlayaq, birinci başlayaq əsasımızdan. Əsaslarımıza bir-bir hər bir indikatoru tökəcəm və siz görəcəksiniz. Bu əlimdəki bromkrizol greendir. Bu isə əsasdır. Əsasa bromkrizol greeni əlavə edirik. Baxın, görürsünüz, rəngi yaşıl rəngdədir. Və onu əsasımıza əlavə etdikdə bizim, daha doğrusu bu turşulardır. Üzürlü sayın. Bunlar turşulardır. Baxın, bu turşudur. Və turşumuza bromkrizol greeni əlavə etdikdə nə rəngdə olur? Sarı rəngdə, gördünüz. İndi bromtimolu götürək. Bromtimolu turş mühitə əlavə edək və rənginə baxaq. Baxın, görürsünüz, bromtimol da özü göy rəngdədir. Əlavə edirik turşumuza. Gördünüz. Nə rəng oldu? Əslində olmalıdır sarı rəngdə. Amma bizim turşumuz təmiz olmadığından gördünüz ki, bu rəng aldı. Çünki mən onu Waze-dən götürmüşdüm. Gəlin indi fenolftalinə baxaq turşumuzda. Rəngini dəyişməməlidir əslində. Və gördüyünüz kimi dəyişmir. Gördünüz. İndi keçirik əsası mühitə. Əsası mühitdə yenə fenolftalin əlavə edək. Gördünüz, şəffafdır. Amma əlavə etdik, nə oldu? Malina rəngində oldu. Bromtimolu əlavə edək. Göy rəngdədir. Əsası mühitə əlavə etdik. Nə rəngdə oldu? Göy rəngdə oldu. Və bromkrizolu əlavə edək. Nə rəngdə oldu? Gördüyünüz kimi mavi rəngdə oldu. Adi suya əlavə etsək, bəs adi su. Fenolftalinə əlavə edirik. Rəngsiz olmalıdır. Gördüyünüz rəngsizdir. Bromtimolu əlavə edirik. Mavidir deməli bizim. Baxın, suda belədir, amma qələvi mühitdə belədir bromtimol. Bromkrizolu əlavə edək suya. Yaşıl. Bu da suyumuzdur. Gördünüz. Dəniz rəngində bir rəng alındı. Qələvi mühitdə belə olur. Amma neytral mühitdə yaşıla çalır. Bu
bromtimol mənim xoşuma gəlmədi. Bu fenolftalindir. Bu isə bromtimoldur. Əslində sarı olmalıydı. Turşumuz təmiz deyil deyə rəngdir.